Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz deməli bilinçik içliklərini hazırlayacağıq. Bunun üçün bizə nələr lazımdır? Deməli gördüyünüz kimi soğandır, ondan sonra ət çəkilmiş və göylərdir. Göylərdə bizə şüyüd buna gedir. Mən də gözəl tam versin deyə belə deyərdim, nanə əlavə etmişəm. Edib və bu bilinçiklərimizin içini doldurub pişirəcəyik. Onu da qeyd edim ki, bu bilinçiklərimiz bundan öncəki videomuzda necə hazırlanıbdı, resepti var. Görün bax necə gözəldir. Orada girib baxa bilərsiniz. İndi isə içliyini hazırlayırıq biz bunun. Birinci əziz izləyicilər, yəni bunlar lazım olacaq. Bir də duz istiyor zövqə görə və biraz da duru yağ əlavə edəcəyik. İndi başlayırıq ilk öncə soğanımızı doğramağa. Deməli əziz izləyicilər, soğanımızı belə kəsdik. Belə bu şəkildə edib və xırda-xırda doğrayırıq. Bax belə xırda-xırda soğanımızı doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi belə doğradıq və başlayırıq bunları qovurmağa. Deməli əziz izləyicilər, tavamızı belə qoyuruq. Altını yandırıb. Çox yox, biraz duru yağ əlavə edirəm. Siz istəsəz digər yağlarda da əlavə edə bilərsiniz. Yəni belə deyək də kərə yağıza mən birazcana duru yağ əlavə etdim və soğanımızı gördüyünüz kimi tökürəm bura və biraz qovrulandan sonra ətimizi əlavə edəcəyik. Deməli əziz izləyicilər, bax biraz gördüyünüz kimi soğanımız belə yağa düşdü. Ondan sonra ətimizi əlavə edirik. Ətimiz oynasıdır, biraz quyruq vurdur, özündə yağı çıxacaqdır. Ona görə yağ çox vurmadı. Böylece karıştırırıq. Üzerine de tuzumuzu əlavə edib yaxşıca qarışdırırıq və belə edirik ki, pişməyini gözləyirik. Vamxodda qoyuruq altına. Deməli ətimiz hazır olana kimi göyümüzü doğrayıb hazır qoyuruq qıraqda. Deməli əziz izləyicilər, görürsünüz bax belə pişir, vamxodda qoymuşuq. Vamxodda qoyanda suyu çəkilir. Biraz vamxodda qoyuruq. Suyu pişir. Pişəndən sonra biraz altını qaldırırıq ki, suyu çəkilsin və başlayacağıq göyünü əlavə edib biraz da pişirib hazırlamağa. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax belə pişdikdən sonra qazımıza polnuxod veririk ki, tamam pişsin, suyu çəkilsin. Çünki bu quru olmalıdır. Görürsünüz necə oldu. Ona görə yəni qaynadı. Ona görə qaldırmaq lazımdır ki, suyu çəkilsin. Biraz da yanında durub belə qarışdırmaq. Çox nəzarətsiz qoymaq lazım deyil. Və
Sonda isə biraz bunun suyu çəkiləndən sonra göyümüzü əlavə edəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi artıq ətimiz belə deyərdim hazır oldu və göyümüzü töküb biraz da belə qarışdırırıq. Və demək olar ki, hazırdır. Bir dəqiqə belə qarışdırdıqdan sonra içliklərimizi doldura bilərik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi artıq içliyimiz hazırdır. Baxın, görün necə gözəl alındı və bilinçikləri qoyub içini doldura bilərik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi baxın bilinçiklərimiz buradadır. Bu hissəsinə beləcə qoyuruq və içlikləri doldururuq. Deməli, belə qoyuruq. Bax, belə. 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 Artıq gördüyünüz kimi hazırdır. Və bu şəkildə, bu qaydada da hazırlayırıq. Yenə ikincisini qoyarım. İkincisini qoyuruq. İçinə içliyimizi əlavə edirik. Bax, belə. 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 Bu şəkildə edirik ki, bu üzləri yaxşı bitişsin. Belə. Beləcə hazırlayırıq. Bir də üçüncünü də eləyək və artıq yetər. Videomuzu saxlayaq, çox getməsin, dalını isə qızartmasına. Necə hazırlanır. Belə. Bu hissələri belə qoyuruq ki, qatlananda yaxşı olsun. Belə. Gördünüz əziz izləyicilər, necə gözəl alınır. Görürsünüz, bu şəkildə edirik. Və indi də başlayacaq bunları qızartmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bilinçikləri pişdik. İndi isə bax, tavamızı qoymuşuq qazın üstünə və üzərinə yağ töküb başlayacağıq bilinçiklərimizi qızartmağa. Əziz izləyicilər, gördüyünüz kimi bax, beləcə qızardırıq. Hər tərəfli qızardı. Sonra isə sonda qablara qoyub süfrəyə vermək olar. Yəni, bax, belə indi sonda çəkəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax, belə qızartdıq. Bilinçiklərimiz artıq hazırdır. Beləcə hazırlayın və nuş olsun. Yəni, gözəl, dadlı çıxır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, əziz izləyicilər. Salamat qalın.